Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Heydər Əliyev mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar incəsənət xadimi, xalq şairi Nəriman Həsənsaydə ilə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir. Xəbər eksperti xəbər verir ki, vida mərasimində Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak edirlər. Mərhumun cənazəsi Beynəlxalq Muğam Mərkəzinin matəm sayağı bəzədilən səhnəsində postament üzərinə qoyulub. Postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyevin, birinci vitse-prezident Mehriban Əliyevanın, dövlət və hökumət təşkilatları adından əklil düzülüb. Xalq şairi Nəriman Həsənsaydənin həmkarları, dostları, tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhumun sənətini sevənlər mərkəzin binasına gələrək Azərbaycan poeziyasının görkəmli nümayəndəsinə son borclarını yerinə yetirirlər. Vida mərasimində əvvəlcə Nəriman Həsənsaydənin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.